Zaqatalaya dolu yağıb. APA'nın Şimal-Qərb Bürosunun xəbərinə görə axşam saat 17 radələrlə başlayaraq Zaqatala rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Qeyri-sabit hava şəraiti rayonun Gözbaraq və Yeni Suvagil kəndlərində daha çox müşahidə olunub. Yeni Suvagil kəndinə 10 dəqiqə ərzində dolu düşüb, leysan yağıb. Yerli sakinlərin verdiyi məlumata görə dolu meyvə ağaclarına və tərəvəz bostan bitkilərinə ziyan vurub.